Mən ilk öncə onu qeyd edirəm ki, əslində Azərbaycan regional belə deyək ki, enerji siyasətində əsas rol oyunçusu fiqurundan çıxaraq artıq beynəlxalq oyunçu statusunu qazanıb. Çünki hamımız da bilirik ki, bu Ukrayna-Rusiya müharibəsi dövrünə başlayana qədər Avropanın təqribən 45%-i rus qazı ilə qidalanırdı, təchiz olunurdu. İndi bu son 3 ildə bu təsisat təqribən 13%-ə enib və burada da Azərbaycan əsas pay sahibidir müəyyən mənada. Və bu dünənki görüş də Məşvərət Şurasının iclası, 11-ci iclası onu göstərdi ki, Avropa artıq əslində mən deyərdim ki, 10 il bundan qabaq, 15 il bundan qabaq yanlış addımlarını artıq anlayır. Niyə? Çünki xatırlayırıq ki, biz 2002-ci, 2003-cü illərdə başqa bir layihə vardı, Nabucco layihəsi. Bəli, var idi. Və bu Nabucco layihəsinə Azərbaycan bütün hallarda dəstək göstərməkdə maraqlı idi. Burada bir qüvvədə məhz Asiyadan gələn Transxəzər xəttinin olması və ümumilikdə Asiyada, Mərkəzi Asiyadan enerji təsisatının Avropaya getməsi idi. Onda hələ nə Avropanın Rusiya ilə ciddi problemləri var idi, yox idi həmin problemlər. Amma illər keçdikcə tarix göstərir ki, həmin layihə reallaşsaydı, bugün Avropanın Rusiya ilə bağlı problemi qalmazdı. Bir çox problemlər həll olunardı ki, Amerikadan da bir çox məqamlarda asılı olmazdı. Və Rusiyaya illərlə ödənilən böyük miqdarda vəsait də ödənməzdi. Bu da Rusiyanın güclənməsinə müəyyən mənada şərait yaratmışdı. Hətta üzr istəyirəm, müharibə dövründə, Rusiyanın müharibəsi dövründə Amerika öz sıxılmış qazını baha qiymətə Avropaya satdı. Bu Avropanın bu olsaydı, Nabucco'su olsaydı, yəni hamımızın olsaydı çox şey qazanardı. Çox şey dəyişərdi və Azərbaycan orada çox ciddi, belə deyək ki, səy göstərdi. Amma təəssüf ki, Mərkəzi Asiyada müəyyən problemlər oldu və eyni zamanda Avropanın müəyyən problemləri bu layihənin icrasını mümkün etmədi. Amma Azərbaycan böyük oyunçular qoymadı. Böyük oyunçular qoymadı. Amma Azərbaycan özünün böyük bir layihəsi olan məhz Cənubi Qaz dəhlizi layihəsini icra elədi. Bunu Cənubi Qafqaz boru kəməri, sonra TANAP və sonradan isə belə deyək TAP layihəsini tamamladı və bu Azərbaycanın sırf öz layihəsi oldu. Mən deyərdim ki, müstəqil bir layihəsi ki, Cənab Prezidentin rəhbərliyi ilə və onun ideyası olan bir layihə oldu. Və bu layihə siz görürsünüz ki, böyük həcmdə 40-45 milyarda yaxın vəsait sərf olundu və dünənki görüşdə də Cənab Prezident çox gözəl qeyd elədi ki, artıq Avropanın ehtiyacları baxımından bura yeni baxış lazımdır. Yeni baxış ondan ibarətdir ki, beynəlxalq maliyyə institutları artıq yeni yataqlarla bağlı dəstək mexanizmlərini fikirləşməlidir. Eyni zamanda infrastrukturun genişləndirilməsi vacibdir. Amma burada çox təəssüflər olsun ki, yeni dünya düzənində Avropa maliyyə institutları müəyyən qərarlar qəbul ediblər. Məhz ənənəvi, belə deyək ki, enerji resurslarına bağlı bu qaz, neftlə bağlı ki, 2017-ci ildən 2022-ci illər ərzində Avropa Yenidən Qurma İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, G7 təşkilatının üzvləri bu layihələrə investisiya ayırmırlar. Yəni yeni yataqlara və s. ayrılmır. Bu da nəyə görə ki, yeni yaşıl enerjiyə keçidlə bağlıdır. Amma zaman göstərir ki, bayaq da burada studiyamızın qonaqları çox gözəl qeyd ki, bu yaxın 10 illiyin yaşıl enerji, yaxın 10 illiyin menüsunda daxil deyildir. Bu ən azı 10 illiklərdən sonra tam təminat ola bilər. Belə olan şəraitdə mən hesab edirəm ki, bu ismarızlar, dünənki Məşvərət Şurasının iclasındakı ismarızlar yəqin ki, beynəlxalq maliyyə institutları tərəfindən qiymətləndiriləcək. Çünki həmin görüşdə təqribən bir 7 beynəlxalq maliyyə institutunun nümayəndələri də iştirak etmişdilər ki, yəqin ki, bu qiymətləndirilə aparılacaq. Bu məsələnin bir tərəfi. İkinci tərəfi Azərbaycan yaşıl enerji siyasətində hansı rol oynayır? Birinci aydınlaşdıraq ki, bu yaşıl enerjiyə nə daxildir və Azərbaycanın gücü nədir? Bax, o çox maraqlı məsələdir. Nədir bizim gücümüz? Azərbaycan uzun zamanlarda su, elektrik, yəni hidrojen enerji daşıyıcılarının ilə məşğuldur və belə deyək ki, işğaldan azad olan ərazilərimiz də bu baxımdan potensialı güclü olan ərazilərdir və bu son belə deyək ki, ərazimizin suverenliyimizi təmin edəndən sonra indiyənə qədər təqribən 30 su elektrik stansiyaları işə düşüb. İşə düşüb və yaxın müddətdə də Cənab Prezident elə dünən çıxışında da qeyd edir ki, 30-u da işə düşəcək. Və Azərbaycanın ümumilikdə belə deyək ki, enerji ilə bağlı 8 gigabaytlıq bir istehlakı var və bunun gözlənilir ki, su elektrik stansiyası daxil olmaqla digər yaşıl enerji istehsalı 5 gigabayta yaxınlaşa bilər.
və bu 5 gigabaytda təqribən bizim yəni 8 varımızı 5-də istehlak eləyirik və bunun 5-in biz artıq yaşıl enerji ilə təmin edə bilərik yaxın müddətdə. Bu 5 gigabayt su elektrik stansiyaları bir, ikinci biz quru və dəniz üzərində olan külək enerjisindən ala bilərik. Çünki Bakının real imkanları daha çoxdur bu küləklə bağlı. İkinci istiqamət belə deyək ki, külək enerjisidir və üçüncüsü də istilik enerjisidir. Azərbaycan oradan nə qədər ala bilərik küləkdən və ümumilikdə hamısı verdi. Cənab prezident çıxışında qeyd edir ki, 5 gigabayt biz ala bilərik. Yəni bu yəqin ki, rəsmi 8-in 5-i yəni. 8-in 5-ini ala bilərik. Bu da böyük, çox böyük həcmdir. Həmin susuz, su daxil olmaqla su daxil hamısı bir yerdə. Və nəticədə biz həmin 5 gigabaytlıq enerji ki alırıq yaşıl enerjidən, daxili bazara yönəldirik. Həmin o bizim hazırda təbii qazla olan belə deyək istehlakçı, yəni 8-in 5-ini özümüz bu yollarla əldə edib, o 5-ini də sata bilərik. 5-ini biz artıq həmin ki qazla əmələ gələn belə deyək ki imkanları biz Avropaya sata bilərik. Biz hazırda yaşıl enerjini ixrac edə bilmirik. Niyə? Çünki infrastruktur yoxdur. Amma yaxın gələcəkdə Azərbaycanın strateji menüsunda məhz bilirsiniz ki, Qara dənizin altına bayaq qeyd elədi. Bəli, yaşıl kabel dəhlizi məsələsi var. O nə dərəcədə realdır və neçəyə başa gələ bilər? Və onun indi düzü maliyyə hesablanmasının düzü mən rast gəlmədi, amma faktiki burada bir başqa məqam var ki, dünən eyni zamanda Mərkəzi Asiyada Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin samiti keçirildi və o samit çərçivəsində həm Özbəkistan rəhbəri, həm Qazaxıstan rəhbəri çıxışlarında məhz bu bir istiqamət olan yaşıl enerjinin ixracı məsələsində Azərbaycanı əsas istiqamət Tokayevin çıxışında çox ciddi bu məsələlər var idi. Çünki başqa bir yol həm yoxdur. Eyni zamanda burada başqa bir məqam da var ki, bilirsiniz ki, türk dövlətlərinin vahid bir siyasi platformaya çevrilməsi önəmlidir və bu buradan irəli gəlir və mən deyərdim ki, belə deyək ki, bu enerji daşıyıcısı ixrac olunduqda artıq bu türk dövlətlərinə də müəyyən mənada xeyir olacaq. Əlbəttə. Amma bir məqam da var ki, bilmirəm bizim izləyicilər ABŞ nümayəndəsinin çıxışına baxa bilirlər ki, ABŞ nümayəndəsi yaşıl enerjiyə ümumiyyətlə diqqət yetirmədi. Bu da Avropa ilə ABŞ arasında olan ziddiyyətlərin bariz nümunəsidir. Amma burada bir xüsusi məqam nədən ibarətdir? Mən hesab edirəm ki, buna da biz həm Almaniya prezidentinin səfəri baxımından diqqət yetirilməliyik, həm də ki, dünənki Avropa İttifaqının enerji komissarının çıxışında da bu istiqamətlər göstərildi ki, təsəvvür edirsiniz ki, bu gün ABŞ Avropaya sıxılmış qaz satır və bu qazın qaz satılır, amma baha qiymətə bu öz yerində. Eyni zamanda heç bir ölkə istəmir ki, belə deyək ki, bir dövlətdən aldığı məhsula görə ödəniş eləyir, düzdürmü? Bu ödənişin müqabilində ondan istəyir ki, qarşılıqlı ticarət olsun. Amma Trump hakimiyyəti artıq 20% Avropadan gələn məhsullara gömrük rüsumu tətbiq edir. Plus 25% artıq avtomobillərə rüsum tətbiq edir. Burada bir tərəfli olaraq həm qiymətin baha olması, eyni zamanda Avropadan Amerikaya gedən vəsait geri dönmür. Bu da Avropa ölkələrinin marağında deyil və Avropa ölkələri artıq 76 ölkə ilə məhz iqtisadi əlaqələri genişləndiriblər və bunu daha da artırmağa maraqlıdırlar. Bu Avropada bir ağıl adam yox idi ki, desin ki, vaxtında bax Nabucco olsaydı bizim bu problemdən, yəni doğrudan qalmayıb Avropa siyasətində ağıllar. Hamı Macron ağıldadır Avropada. Tam doğru və bu Nabucco layihəsi baş tutmuşsa, amma indi bunu Avropa istəyir yaşıl enerji formatında məncə biz buna da hazırıq keçirsin. Baxanda əslində bu Avropanın qaz təsisatının təqribən 20%-nin artıq belə deyək ki, özü ödəyir. Bunun da nüvə və digər istilik enerjisi iləndir, bu məlumdur. Amma Azərbaycan özü davamlı olaraq su elektrik stansiyasını işləyib də, yəni bu bir faktdır. Amma yaxın dövr üçün Səudiyyə Ərəbistanla bizə müqaviləmiz var şirkətlərlə ki, biz külək enerjisi ilə bağlı işlər müəyyən bundan əvvəl oldu, Qaradağda açıldı böyük bir. Amma yeni stansiyalarında, yeni imkanların da nəzərdə tutulub. Yəni Azərbaycanın həmişə mən deyirdim ki, uğurlu siyasəti ondan ibarətdir ki, paralel və şaxələndirməni əsas götürür. Və yəni mən bayaq dedim ki, Azərbaycan mövcud vəziyyətdən uğurlu istifadə eləməyi bacarır. Bəli. Yaşıl enerjini hazırda ixrac eləyə bilmir, amma öz daxili bazarına daxil etməklə öz istifadə etdiyi qazı xarici satmaqla vəsait qazanır. Yəni bu çox ağıllı bir mexanizmdir. Mən hesab edirəm ki, biz davamlı olaraq yaşıl enerjiyə də investisiya qoyacağıq. Çünki bu cənab prezident bütün çıxışlarında bunu prioritet göstərir.
Bax, bu məsələdə sizlə razıyam. Öncə təşəkkür edirəm hər birinizə. Bizim hörmətli Milli Məclisin deputat Aydın Məmməd eləyib məsələ yəni 94-cü ildə əsri müqaviləsi imzalananda artıq Azərbaycanı düşünən şəxs Azərbaycanın qaz məsələsini düşünürdü. Azərbaycanın qaz məsələsi, qaz boru xəttinin və s. reallaşdığı bir dövrdə yaşıl enerji haqqında düşünüldü və biz bugün artıq onun nəticəsini görürük. Eyni zamanda bu həm diplomatik, həm siyasi, həm iqtisadi öncə görmələrlə bərabər, yəni perspektivi oturub hesablamaqla bərabər buna xüsusi məntiq və ağıl lazımdır. Burada həm iqtisadiyyatı bilmək lazımdır, həm siyasi vəziyyətləri bilmək lazımdır. Çünki gördük, bütün iqtisadi məsələlər energetika təhlükəsizliyi məsələsinin özü belə siyasi proseslərlə bir-birinə bağlıdır. Bir-birindən ayrıca təsəvvür eləmək olmaz. Ona görə biz çox mürəkkəb bir regionda yaşayırıq. Siyasi təhlükələrin dayanmadığı, hətta müharibələrin dayanmadığı, qonşularımızda görürük vəziyyət nə yerdədir, müharibələrin dayanmadığı bir regiondayıq və bu regionda stabilliyimizi qorumaq istəyiriksə, dinc yaşayışımızı yaratmaq istəyiriksə, biz energetika təhlükəsizliyi zəncirində öz yerimizi hər zaman aktual, müasir və dinamik saxlamağı bacarmalıyıq. Əks halda dalana çevrilmək kimi böyük bir təhlükə var ki, Ermənistan göz önündədir. Biz bunu eləməmişik, biz tamam başqa xətti seçmişik və bu xəttdə də böyük uğurlar qazanırıq. Demək, gələcəkdə də yaşıl enerji məsələsində də biz bu sözümüzü deyəcəyik. Görüşərik.